Suxumi Dövlət Universitetinin professorları Dmanisi Bələdiyyəsinin Qızılkilsə kəndində yerləşən şairə Səadət Butanın ev muzeyini ziyarət ediblər. Professorlar muzeydə sərgilənən eksponatlarla tanış olub, şairənin layiq görüldüyü mükafatlara, müəllifi olduğu kitablara, milli geyimlərimizə, fotoşəkillərə və digər tarixi əşyalara baxış keçiriblər. Muzeyi ziyarət edən Ali məktəbin nümayəndələri 20-yə yaxın kitab müəllifi, Gürcüstan prezidentinin şərəf ordeninə layiq görülmüş Səadət Butanın yaradıcılığını yüksək qiymətləndirərək, onun Azərbaycan və Gürcüstan dövlətləri arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıblar. Biz Dmanisidə Səadət Butanın ev muzeyindəyik. Bura uzun əsrlərdir ki, davam edən Azərbaycan-Gürcüstan dostluğuna həsr edilib. Bu cür muzeylərin sayı daha da çox olmalıdır. Bu, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına böyük töhfədir. Səadət xanımın həyat və fəaliyyəti ilə hər kəs yaxından tanış olmalıdır və bu ev muzeydə buna gözəl şərait yaradır. Uzun zamandır ki, Səadət Butanı tanıyıram və şadam ki, onun ev muzeyi fəaliyyət göstərir. Düşünürəm ki, onun əsərlərinin gürcü dilinə də tərcümə edilməsi vacibdir. Bütün gürcüstanlılar Səadət xanımın əsərlərini oxuya bilməlidir. Çünki onun əsərləri iki xalq arasında dostluğun möhkəmlənməsinə, əlaqələrin dərinləşməsinə və mədəniyyətimizin inkişafına həsr edilib. Mən Səadət Butaya daha böyük uğurlar arzuluyuram. Bugün Suxumi Dövlət Universitetindən müəllimlər, alim, professor, gürcü dostlarımız gəlmişdi. Çox məmnun oldum və razı qaldım. Allah onlara yar olsun. Biz Gürcüstanlıyıq. Bu vətən onlarındır da, bizimdir də. Allah şen eləsin Gürcüstanın, Azərbaycanın bayrağını uca eləsin. İki qardaş xalqın dostluğu həmişə möhkəm və şirin şəkər olsun. Allaha diləyim odur. Mənim muzeyimi gəzdikcə gözəl sözlər dedilər və razı qaldılar. Ona görə razı qaldılar ki, bu muzey Səadət Butanın ev muzeyidir. Bu muzey dostluq muzeyidir. Gürcü-Azərbaycan xalqının dostluğu. Burada Nikolaz Barataşvili, İlya Çavçavadze, Mikaili burada gördülər şəkillərini və çox məmnun oldular, razı qaldılar. Mən də onlardan çox razı qaldım. Nadir müəllimə də özlərim minnətdarlığımı bildirirəm ki, belə tanınmış gürcü nümayəndələrini mənim muzeyimə qonaq getdi. Qeyd edək ki, Səadət Butanın ev muzeyi doğma Qızılkilsə kəndində 2025-ci ildən fəaliyyət göstərir.